Kimya abituriyentlər üçün tapşırıqlar toplusu Güvən Nəşrləri 2024 kitabından qazların sıxlığı, nisbi sıxlıq, qaz qarışıqları mövzusunda olan testləri işləyək. Səhifə 72. Birinci sual. CO və N2 qarışığına C2H4, C2H6, C2H2 əlavə edəndə qarışığın sıxlığı necə dəyişər? Gəlin buna baxaq. Demək, biz əvvəlcə bunların molekul çəkilərinə baxırıq. Bilirik ki, molekul çəkilərlə sıxlıq əslində eyni gedir. Və baxırıq. Birinci CO-nun molekul çəkisi 28-dir və azotun molekul çəkisi də yenə 28-dir. Deməli, bu qazların hər ikisi molekul çəkisi eyni olduğuna görə orta molekul çəkisi də eyni olacaq. Yəni 28-dir. Və bunlara əlavə etdiyimiz qazlar, əgər bunlarda molekul çəkisi kiçik olsa, onun sıxlığı azalacaq, böyük olsa sıxlığı artacaq. İndi baxırıq. Birinci qaz C2H4 28-dir. Deməli, eyni olanda isə dəyişmir. Bu zaman bu qaz qarışığının sıxlığı C2H4 əlavə edəndə dəyişməz. C2H6-nın molekul çəkisi 30-dur. Demək, bunu əlavə eləyəndə qaz qarışığının sıxlığı artacaqdır. Üçüncü isə C2H6-dır. Bunu əlavə edəndə isə çəkisi əvvəlki qarışıqdan az olduğuna görə sıxlıq azalacaq. Və beləliklə biz burada tapırıq düzgün cavabı. Birinci qazı əlavə eləyəndə eyni qalır, dəyişməz qalır. İkincini əlavə eləyəndə artır, üçüncünü əlavə eləyəndə isə azalır. Cavabımız olur B variantı. Növbəti sualımıza keçək. Hansı qaz eyni şəraitdə havadan ağırdır? Burada da yenə bu qazların molekul çəkisinə baxacağıq. Biz bilirik ki, havanın molekul çəkisi 29-dur. Və havadan ağırdır deyirsə də, həmin o qazın molekul çəkisi havadan çox olmalıdır. Və biz baxaq buradakı qazlara. Hansı qazların molekul çəkisi havadan çox olar? Baxırıq və görürük ki, burada havadan çox olan C2H6-nın çəkisidir. Yerdə qalanların çəkisi havadan azdır. Məsəl üçün, metandır 16-dır, hidrogendir 2-dir, asetilendir, yəni C2H2-dir 26-dır, C2H4-dür 28-dir. Amma C2H6 molekul çəkisi 30-a bərabərdir. 24 + 6 30 eləyir. Hava molekul çəkisi 29 olduğuna görə və beləliklə də havadan hansının çəkisi çoxdur desək, cavabımız da elə bu olar. D variantı. Və burada da izahını yazmışam. Molekul çəkisi havadan çox olduğuna görə biz bu variantı götürürük. Növbəti suala baxaq. Üçüncü sualda deyir ki, eyni şəraitdə hansı qazın sıxlığı havanın sıxlığından böyükdür? Yenə də sıxlıqla molekul çəkisi eyni götürülür. Burada baxırıq. Hansının molekul çəkisi havanın molekul çəkisindən çoxdur? Və qazlara baxırıq. 28-dir, 17-dir, CH4 isə 40-dır, 14-dür, bu da 12, 16, 28-dir. Və beləliklə variantımız C variantıdır. Molekul çəkisi 29-dan çox olan. Burada da izahını yazmışam. Cavabımız C variantı C3H4. Növbəti sualımız. Eyni şəraitdə hansı qazların sıxlığı bərabər olar? Burada isə əgər sıxlıq bərabər deyirsə, molekul çəkisi eyni olan qazları axtarmalıyıq. Və baxaq buradakı qazlara, hansıların molekul çəkisi eynidir? Eyni olan CO və C2H4. CO-nun çəkisi 12 + 16 28 eləyir. C2H4-ün çəkisi də 24 + 4 eləyir 28.
28, 28. Hər ikisinin çəkisi 28-ə bərabərdir. Cavabımız da V variant. Amma o birisilərdə çəkilər bir-birindən fərqlənir. Məsəl üçün, adi D variantını götürək. 12 üstə gələk 4, 16 eləyir. Bu isə 24, 28 eləyir. Görürsünüz, fərqli çəkilərdədir. Yəni, eyni çəkidə olanın sıxlığı da eyni olacaqdır. Cavabımız B variantı. Keçirik 5-ci sualımıza. 5-ci sualda deyir ki, cədvəldə qaz halında olan maddənin nisbi molekul çəkisi 56-ya bərabərdir. Bəs onun sıxlığı nəyə bərabər olar? Bunu siz müəyyən edin. X-i tapın. Və biz bilirik ki, sıxlığın düsturu ρ bərabərdir, n bölünsün V-dir. Və bu maddə qaz halında olduğuna görə onun V-si 22,4 litr olacaqdır. Bizə də onun kütləsini veribdir. Və biz nə edəcəyik? Düsturda yerinə qoyacaq. Ρ bərabərdir, n bölünsün V. Molekul çəkisi 56-dır. 56-nı bölürük 22,4-ə. Və cavabımız alınır 2,5. 2,5 cavabı da burada A variantındadır. Növbəti sualımız. CnH2 qazının normal şəraitdə sıxlığı 2,5 qram bölünsün litrdir. N-i müəyyən edin. Burada CnH2n, yəni N-in neçə olduğunu tapmaq lazımdır. Yenə də burada düsturdan istifadə edirik. Biz onun düsturunu bilirik ki, ρ bərabərdir n bölünsün V-yə. Və buradan m nəyə bərabər olacaq? M də bərabər olacaq ρ vurulsun V-yə. Və biz bilirik ki, burada 22,4 istənilən bir qazın həcmidir. Orada sıxlığı da bizə veribdir ki, 2,5 qram bölünsün litrdir. Düsturda yerinə qoyuruq. 2,5-i vururuq 22,4-ə. Alırıq 56. İndi 56 CnH2n olan hansı maddənin molekul çəkisi olar? Yerinə qoyaraq hesablayırıq. Deməli, karbonumuz 12-dir. N bilmirik neçədir. X, 12x üstə gələk. Hidrogenimiz də 1-dir. 1 vurulsun 2n, yəni 2x. Bunların toplamı bərabərdir 56-ya. Bunları toplayanda olur 14x. Yəni 14x bərabərdir 56. Onda x nəyə bərabər olacaq? 56 bölünsün 14. O da bərabərdir 4. Və biz tapdıq ki, bizim n-imiz 4-dür. N-imizi də tapandan sonra onda 2n-imiz də olacaqdır 8. Demək, bu birləşmə olur C4H8. Bu şəkildə biz bunu tapdıq. Növbəti sualımıza baxaq. Burada bizdən soruşur ki, n-i müəyyən edin. N-imiz 4-dür. Yəni, cavab variantını soruşsa, n-imiz 4-dür. Mən sizə həm də birləşmənin formulunu da göstərdim. Yəni, C4H8-dir maddəmiz. N-imiz də burada olacaq 4. 7-ci suala baxaq. XO qazının hidrogenə görə sıxlığı 14 olarsa, X-in hansı element olduğunu müəyyən edin. Hidrogenə görə sıxlığı 14-dürsə, hidrogen molekul çəkisi 2 olduğuna görə biz o maddənin özünün çəkisini tapacaq. Yəni 14-ü vuracaq 2-yə. Hidrogen 14-ə bərabərdir. 14 vurulsun 2 elədi 28. 28 bu maddənin molekul çəkisidir. Və biz bilirik ki, bu birləşmədə bir oksigen var, bir də X var. Oksigenin atom çəkisi 16-dır, bilirik. Üzərinə X-i atom çəkisini bilmədiyinə görə X gəlirik və alınan maddənin çəkisi nəyə bərabər oldu? 28-ə bərabər oldu. Buradan da X-i tapırıq. X nəyə bərabərdir? 28 çıxaq 16. O da bərabərdir 12. Demək ki, X-in atom çəkisi 12-dir. Bax, belə. Növbəti sualımıza baxaq. Və 12 olduğuna görə də buradan soruşur ki, 12 olan element hansıdır? Karbondur. Bizdən deyir ki, elementi tap. Elementimiz Y variantı karbondur. Növbəti sual. Deyir ki, 1 CO2, 2 NH3, 3 SO2 qazlarını sıxlıqlarının azalma sırası ilə düzün. Yəni, sıxlıqların azalma sırası ilə düzün deyirsə də, biz onların molekul çəkisinin azalma sırası ilə onları düzəcəyik. Və beləliklə CO2-nin molekul çəkisi 44-dür. NH2 molekul çəkisi 17-dir.
SO2-nin molekul çəkisi də 64-dür. Azalma sırası ilə düşsək nə olacaq? Birinci 64, yəni üçüncü. Sonra gəlir ikinci 44. Sonra da gəlir birinci NH3. Sonra gəlir birinci 44. Sonra gəlir ikinci, yəni 17 NH3. Yəni ardıcıllıq belə olacaq. 3, 1, 2. 64, 44, 17. Çoxdan aza doğru düzdük. 3, 1, 2. Bu variant da C variantında göstərilmişdir. 8-ci sual. 3, 1, 2. Aha, növbəti suala baxaq. 9-cu sual. Cədvəldə deyir ki, X-in həcmi 5,6 litrdir, kütləsi isə 8 qramdır. X-in hidrogenə görə nisbi sıxlığı müəyyən edin. Demək, biz əvvəlcə bunun molekul çəkisini tapacağıq. Bu qazın. Bir qazımızın 1 molu 22,4 litrdir. 22,4 litrdirsə də ona nəzərən tənasüb qoyuruq. Əgər 5,6 litrimiz 8 qramdırsa da, bəs 22,4 litrimiz neçə qramdır? Və buradan hesablayırıq, tapırıq ki, onun çəkisi 32 qramdır. Sonra da deyir ki, hidrogenə görə sıxlığını tapın. Hidrogenin də molekul çəkisi 2 olduğuna görə, hidrogenə görə sıxlığını tapanda həmən o molekul çəkisini 2-yə bölürük. 32-ni də 2-yə böləndə elədi 16. Deməli, hidrogenə görə sıxlığı 16-dır. 16 da burada D variantında verilmişdi. Cavabımız D variantı. Növbəti sualımız. Hansı qazların hidrogenə görə nisbi sıxlıqları eynidir? Yenə də burada eyni molekul çəkisində olan maddələri tapacaq ki, onların hər birini 2-yə böləndə eyni cavab alınsın. Və burada mən baxıram, sizə göstərim ki, molekul çəkisi eyni olanlar hansılardır? CO2 44-dür molekul çəkisi və C3H8. Bunun da molekul çəkisi 44-dür. Amma CO-nun molekul çəkisi başqadır, 28-dir. C2H2-nin də molekul çəkisi yenə də başqadır, 26-dır. Eyni olanlar oldu CO2 ilə C3H4 və C3H8. CO2 ilə C3H8. Və beləliklə də cavabımız olur 2-ci və 4-cü variant. Bu da Y variantıdır. 10-cu sualımızın cavabı da oldu Y variantı. Hər ikisi 44-dür. Və keçirik növbəti sualımıza, 11-ci sualımıza. 11-ci sualda deyir ki, 2 mol CH4 və 44,8 litr oksigenden ibarət olan qarışığın kütləsini müəyyən edin. Burada sadəcə çevirmək lazımdır. 2 molumuzu çeviririk. 1 molun molekul çəkisi neçədir? 12 üstə 4, 16. Çevirdik. Bu 16 üstə vuraq 2, yəni 2 moldur. Elədi 32. 44,8 litrimizdə 1 molumuz 22,4 litrdirsə, bu da 2 moldur. 1 molumuz 32 qramdır. 32-ni də 2-yə vurduq, elədi 64. Və bunları toplayırıq. Gəlin, burada göstərim. Deməli, 16 qram 1 molun çəkisidir. 2 molumuz elədi 32 qram. Oksigen 32 qramdır. 44,8 litrimiz 2 mol olduğuna görə bu da elədi 32 vurulsun ki 64 qram. Və sonra da bunları toplayırıq. 64-ün üzərinə 32 gəlir, eləyir 96 qram. 96 qram variantı da burada B variantında göstərilmişdir. 12-ci suala baxaq. 0,5 mol hidrogen və 1 mol NH3-dən ibarət qarışıqda ümumi kütlə nə qədər olar? Qarışığın kütləsini müəyyən edin. Yenə də 0,5 mol hidrogenimizin çəkisi nə qədər olacaqdır? 2 qramdırsa 0,5 molumuz 1 qram olacaqdır. 1 mol NH3, NH3 molekul çəkisi 14 + 3, 7, 17. Üstünə də 1 gələndə eləyir 18. A variantı 18. Baxın, burada da yenə göstərmişim. 0,5 mol hidrogenimizin çəkisi olur 1 qram.
NH üçün molekul çəkisi 17-dir. Yəni 1 mol verilib, o da 17. 17 üstünə 1 gələndə 18. Cavabımız da A variantda göstərilib 18. Beləliklə biz səhifə 72-də olan sualların hamısını işlədik. Uğurlar.